Salam əziz abituriyentlər. Kodera test toplusundan dərs 6-ya baxacağıq birlikdə. Daxil edilən ixtiyari el sayda tam ədədin ədədi ortasını çap edən alqoritmin blok sxemini deyir. Demək, biz burada baxırıq ki, daxil edilən ixtiyari sayda. Yəni, mənim ixtiyari sayda bir ədədlərim var. Həmin ədədlərin ədədi ortasını tapın. Ədədi orta nədir? Cəmin saya olan nisbəti nədir? Ədədi orta. Yəni, mən tutalım ki, 5 dənə ədədlər daxil edirəm. Bir dəfə daxil edirəm 4, bir dəfə daxil edirəm 3, bir dəfə daxil edirəm 5, nə bilim 2, 1 və ədədi ortada nedir? Bunların cəminin sayına cəmləyirik və bunların sayına, yəni 5-ə nedir? Bölürük. Yəni, bunun üçün biz bir alqoritmini yazaq. Gəlirik, hər bir işin nəyi var? Bir başlanğıcı var. Başlanğıc. Sonra cəmləmək üçün bir S daxil edirik. Bir də dövrümüzü dövr elətdirməkdən ötəri bir başlanğıc olaraq i-yə bir verir. Sonra gəlirik, deyir, axı bu n dəfə dövr etsin. Gəlirik, i kiçik bərabərdir n. N dəfə dövr edir. Burada bir də n də daxil edir. N dəfə dövr edir. Və hər dəfə deyir ki, özdə ixtiyarı sayda tam ədəd daxil edir. Demək, mən ixtiyarı hər dəfə bu dövr etdikcə ixtiyarı bir ədəd daxil edəcəm. Və bu ədədləri neyirəm? Cəmləyirəm. S bərabərdir S plus x. i gəlib bu n-ə çatana kimi nə etməlidir? Dövr etməlidir. İn də neyirəm? 1 artırır. i bərabərdir e plus 1. Və bu hər dəfə neydir? Gəlir burada dövrü davam etdirir. Və dövr bura hədir, burada yox. Dövr bitəndən sonra isə neyirəm? Ədədi ortanı çap edirəm. Ədədi ortanı çap etmiş olur. S bölünmüş. Burada n-də yaza bilərəm, çünki n dəfə dövr edəcək və yaxud da i-də yaza bilərəm. S bölünmüş n və son. Belə. Keçirik növbəti sualımıza. Növbəti sualda nədir? Daxil edilmiş sətirdəki cümləni ilk və son sözünü çap edən bir proqram yazın. Misal üçün yazıram ki, indi mən dərs altını izah edirəm. Dərs altını izah edir. Demək, burada ilk sözümüz hansıdır? İndi. Demək, burada ilk söz, mən bunu daxil etmişəm, sətir kimi. Sətir kimi daxil etmişəm. Mən desəm ki, tutalım ki, i 0-cı eləyir. Bu gələcək, burada i-ni götürəcək. Ancaq mənə lazımdır nə? Söz. Demək, sətri söz görmək üçün mən bunu nə etməliyəm? Listə çevirməliyəm. Bunun üçün də nə metodu var? Split metodu var. Split metodundan istifadə edəcəm. Boşluğa görə bunu böləcəm. Olacaq nə?
indi dırnağın içərisində, mən dırnağın içərisində, dəst dırnağın içərisində, izah dırnağın içərisində və edirəm də dırnağın içərisində ayrı-ayrı. Sonra gələcəm sıfırıncı elementim. Sıfırıncı elementim artıq olacaq indi. Axırıncı elementim isə edirəm. Bunu da mən burada mənfi birdən də göstərə bilərəm. Və yaxud da uzunluqdan, yəni nəmi var. Len, len, len. Tam ki bu ad. Len ad deyərəm, çıxılmış bir. Ona gələcək nəyi çap edəcək mənim üçün? Edirəmi çap etmiş olacaq. Gəlin bunu proqramda yazaq. Proqramda yazaq. En bərabərdir input sətrimizi daxil edirik. Sonra bunu nə edirik? Split edirik. Bir dəqiqə buradayım. Split edəndən sonra gəl deyim ki print nə et bunu? A, yox, M sıfırıncı elementi və nəm en axırıncı elementi nə çıxar? Bax bu formada. İndi gəlib yazıram. Bayaqlar dediyim sözü yazıram. İndi mən dəst altına izah edirəm. Demək, indi sözünü çıxartmalıdır, bir də edirəm sözünü çıxartmalıdır. Baxaq, gördüyünüz kimi indi və yaxud da edirəm. Bunu da bayaqlar dedim ki, istəsəniz bu formada da yaza bilərsiniz. Len, en, çıxılmış bir formasında da yaza bilərsiniz. Çalışdıraq bir dəqiqə. Çalışdırıram yenidən. Yenidə həmin cümləni. İndi 4. Bir dəqiqə deyil. Burada len uzunluqda var. En. Burada nədir? Yanlışlığı. Yəni 4-cü element. Olacaq 0, 1, 2, 3, 4. İndi edirəm. Çünki bayaqları biz, mən burada yazmamışdım da, onda uzunluğu mənə çıxartmış olacaq. Belə, keçirik növbəti sualımıza. Növbəti sualımızda nədir? Bir dəqiqə buranı sileyim. Gəlirik yenidən yeni sualımıza. Daxil edilən natural ədədin rəqəmlərinin artma ardıcılığı üzərək çap edən bir proqram. Misal üçün, yenə burada bizə bir giriş veriləni verib. 3, 5, 6, 7, 1. Bu bir nədir? Natural ədəd. Və biz ədədlərin rəqəmləri qarşıq formada verilir. Bunu biz nədir? Artma sırasını düzəltməkdən bir sort metodu var. Sort da nə zaman işləyəcək? Listə işləyəcək. Demək, mən birinci bunu sətir tipinə çevirməliyim. Yəni, dırnağın içərisinə almalıyam. Onun üçün nədir? Sətir tipindən istifadə edirəm. Sətirdən istifadə edirəm. Sonra sətirdən istifadə edəndən sonra bunu nəyə çevirirəm? Listə çevirirəm. Çünki birbaşa ədəddən listə çevirmək mümkün deyil. Sətir tipinə çevirirəm. Olacaq, yəni dırnağın içərisində 3, 5, 6, 7, 1. Sonra isə bunu listə çevirəndə olacaq listin içərisində, dırnağın içərisində 3,
Dırnağın içerisinde 5, dırnağın içerisinde 6, dırnağın içerisinde 7 ve dırnağın içerisinde 1. Ondan sonra ben buna sort verəndə bu ardıcıllıqla 1, 3, 5, 6, 7 kimi düzüləcək. Düzüləndən sonra artıq bunu siyahıdan nədir, sətrə çevirməkdən ötəri bizim üçün nə metodu var? Join metodu var. Join metodundan istifadə edəcəm. Çap edən bir proqramı deyil yazın. Join metodundan istifadə edərək bir proqram yazmış olacağım. Gəlin bunu proqrama çevirək. En bərabərdir int input hər hansı bir ədədi daxil edirik. Sonra həmin ədədi en bərabərdir setir en ədədimizi çevirdik. Ondan sonra isə həmin ədədi sətir tipini çevirəndən sonra indi deyirəm bunu list et. Nə? Eni list et. Ondan sonra gəlib deyirəm ki, həmin bu eni sort. Sort nədir? Azdan çoxa doğru düzür. Düzəndən sonra deyirəm, əgər bu bitdəndən sonra deyirəm ki, en bərabərdir. Yəni sıx olsun və join bir dəqiqə nöqtə join edirik nəyi? Eni. Print çap elə nəyi? Gəlin baxaq. Sintaksi səhvimi görmədim. 4, 5, 1, 2, 8. 1, 2, 4, 5, 8 kimi neydi? Ardıcılığına çap etmiş oldu. Və yaxud da biz bunu belə də yaza bilərik. Bunu dırnağın içərisinə alalım. Gəlirəm təzədən. En bərabərdir int input. Apple'dan istifadə edəcəm burada. Sonra gəlib bunu bir sətrə çevirəm. En bərabərdir setir en. En kimi yazıram. Ondan sonra bir dənə boş bir siyahı verirəm və gəlirəm hər dəfə həmin sətrə baxıram. Sonra gəlirəm həmin sətrin içərisində nə edirəm? Gəzişirəm. Sonra deyirəm ki, həmin bu tapdığım ədədləri Apple-da ilə gələn hara? B-siyasına. B-yə əlavə et nəyi? İynə. Ondan sonra gəlirəm həmin bu B-ni sort edirəm. B siyahısının artığını inerim sort et. Sort edəndən sonra deyirəm yenə nə et bunu? Join elə. Join elə çevir nəyə? Sətir. Join nəyi? B. Print B. Bu formada yazın. Yəni ədədimi daxil etdim. Sonra sətir tipinə çevirdim. Boş bir siyahı yaradıram və həmin ədədə bir baxıram. Birinci işlədək, görək sintaksi bir səhvimiz yoxsa, yenə 1, 2, 4, 5, 8. Bir dəqiqə 8, 5, 6, 7. Bu formada daxil edirəm və enter buradan. Gördüyünüz kimi 1, 2, 4, 5, 6, 8. Bu formada davam etdim. Yəni nə edirəm? Tutalım ki, burada dediyim kimi 1, 2, 5, bunu 7 edeyim. Bir də 1. Sonra bunu sətir tipinə çevirin. Bu dırnağın içərisinə alıyorum.
ve gelirik bir bu elementleri götür. Bu elementi götürdükçe buraya əlavə edirik. Sonra buraya əlavə edirik. Bunu əlavə edirik ve bunu əlavə edirik. Bunlar hər bir də dırnağın içərisində. Əlavə edəndən sonra sortlayınır. Bunu azdan çoxa düzür. 1, 2, 5, 7 formada bunu devam ettiririk. Ondan sonra da bunu join edirik. Hələ ki bu sort edəndə yəni bu formada. Sonra da bunu çətir tipinə çevirib və beynə çap etmiş olur. Aha, demək biz dəst 6-ya baxdıq. Ümid edirəm ki, izahlarımız da tam aydın olur. İnşallah dəst 7-də görüşmək ümidiyle.